Yoktan da bir sual vermek istiyorum. Bu kolundaki sözün manası nedir? Bu suka deyirsən. Ha? Bu suka mənası odur ki, sən unutma kimdir ana. Dizgi şeyler yazıp yapıştırmışsan hep mənasız da bilinmir. Bak bu, boynundaki, nedir bu? Nedir bu mənası? Tıvar. Tıvarın mənası odur ki, tek varlıq atadır, razılaş. Bu sən bədənində napolkalar var, onları bildim. İntihası bu sən qoluna yazılı bu vedrə. Mı mənası nədir ki? Qılıba böyük dərinlikləri var. Buyur. Ha. Vedrə odur ki, vicdanım, etibarım dollara, rubla əyilməz. Buyur, hə, o bildim. Yaxşı. Bu boynun dalına yazılı bir içərdə, üç hərfli. Onun mənası nədir? Bu mənası odur ki, get özünü tanı. Allah, get özünü tanı ala.